İlhamə, rəhmətli Azərbaycan xalq artçısı rəhmətli İlhamə Quliyevin bacısı qızı Nigar Həsənova həbs edilib. Manşet nöqtəğazın əldə etdiyi məlumata görə Bakıda tanınmış kosmetoloq kimi fəaliyyət göstərən N. Həsənova Nigarda, yəni Həsənova Xətai rayon məhkəməsinin hakimi Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə cinayət məcəlləsinin dələduzluq maddəsi ilə itham edilərək barəsində 3 ay 17 gün müddətinə həbs qəti imkan tədbiri seçilib. Polis tərəfindən aparılan araşdırmalarla dələduzluq faktı üzrə başlanmış cinayət işi çərçivəsində 18 nəfərin ümumilikdə 811 min vəsaitin ələ keçirilməsi müəyyən edilib. Nigar tərəfindən hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir və Nigar Həsənovanın Azərbaycanda bir sıra sahibkarlardan külli miqdarda qızıl zinət əşyaları, pul vəsaitləri alaraq qaytarılmaması ilə bağlı xəbər yayılmışdır. Nigar Həsənova Azərbaycanın məşhur xalq artçısı İlhamə Quliyevin bacısı İradə Həsənovanın qızıdır. Burada kosmetoloq yazılıb. Sonra da qeyd edilib ki, külli miqdarda qızıl zinət əşyaları alıb insanlardan aldatma yolu ilə. Maraqlıdır. Niyə? Bu da maraqlıdır. Əslində mən də araşdırma aparacağım ki, niyə qızıl zinət əşyalarını ona etibar ediblər. 1 milyona yaxın vəsaitin ələ keçirilməsi müəyyən edilib artıq onun tərəfdən.